Bilirsinizmi ki, nəyə görə Aristotel və Platonun necə göründüyünü bilirik, ancaq ən böyük İslam alimlərinin portreti yoxdur. Buna anikonizm deyilir. Bu, canlı varlıqların təsvirinə qoyulmuş qadağadır. İslamın ilk dövrlərində insanların bütpərəstliyə qayıtması təhlükəsi böyük idi. Əgər hansısa bir dahi və ya alim təsvir olunarsa, portret sonunda ibadət obyektinə çevrilə bilərdi. Üstəlik bir insanı real şəkildə təsvir etməyə çalışaraq rəssamın yaradan rolunu öz üzərinə götürdüyünə inanılırdı. Buna görə də bütün yaradıcı enerji riyazi cəhətdən dəqiq naxışlara və inanılmaz xəttatlığa yönəlmişdi. Avropada insanlar boya ilə əbədiləşdirilsə də, şərqdə bu sözlərlə edilirdi. Burada unikal bir janr, bioqrafik lüğətlər yaratdılar. Portretlər əvəzinə inanılmaz dərəcədə ətraflı mətnlər qoyub getdilər. Onlar hər şeyi təsvir edirdilər. Burada alimin boyu, onun necə geyindiyi, saqqalının rəngi və hətta oxuyarkən gözlərinin necə qıydıqları belə. Bu qədim mətnləri oxuyarkən sözün əsl mənasına insanın üzünü beyninizdə təsəvvür edirsiniz. Nəticədə İslam mədəniyyəti maraqlı bir seçim etdi. Alimin bədəni müvəqqəti bir qabdır. Bir insanın əsl portreti onun düşüncələri, kitabları və tələbələridir. Və sizcə də bu belədirmi?